Reyhanla tam bu istilərdə sərinləşdirici içki hazırladım. Reyhanları yumuşam. Yuduğum reyhanları bir belə dəstəkdə qoyuram qaba. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Bu şəkildə belə qaynar suyu üzərinə tökdüm. Saxlayıram biraz. Tam rəngi çıxsın. Şəkəri hələ əlavə eləmirəm. Reyhanları içindən belə bununla belə yığıram. Bunun üzərinə şəkər əlavə edirəm. Şəkər də 9 xörək qaşığıdır. Kim istəyir az, kim istəyir çox. Çıxdırıram. İndi isə gəldi əsas momentə, rəngini açmağa. Fox. İsə yarım limon. Rəngi başlayacaq açılmağa. Çox gözəl rəngi oldu. Super. Tökdüm butulkaya. İndi bunu qoyuram yaxşıca soyusun. Soyandan sonra içirik. Sokumuz hazır oldu. İndi isə şey dadına baxaq. Stakana tökürəm buzu. Buzla daha dadlı olur. Yəni sərin olur. Tam bu istilərdə içiləsi. Siz də hazırlayın. Nuş olsun.